Salam İlqar bəy, xoş gördük sizi. Yeni Yaşamaq Sənəti adlı layihəniz xeyirli uğurlu olsun. Sizin bir çox çıxışlarınızda bunu tez-tez eşidirik, yaşamaq sənətini vurğulayırsınız. Zəhmət olmasa biraz bunu izləyicilərimiz üçün açardınız. Nədir yaşamaq sənəti? Xoş gördük Hüseyn xanım, təşəkkür edirəm. Yaşamaq sənəti mövzusu mənim çoxdankı arzumdur ki, bu haqda danışım, bu haqda yazım. Hətta bir kitabımız da var bununla bağlı, yaşamaq sənəti ki, oxucular gözləyirlər, çap olsun o. Günlərin bir günü deyək, hasansa bir zaman deyək, başa düşdüm ki, yaşamaq sənətdir əslində. Yəni, onu öyrənmək lazımdır, yaşamağı öyrənmək lazımdır. Biz onu aksiyon bilirik. Biz elə bilirik ki, aksiyonda yaşamaqdır da. Yaşayacaqsa necəsə, yəni düşünür ki, bunu hardansa öyrənməyə ehtiyac yoxdur və yaxud belə bir fikir var, insan yaşaya-yaşaya öyrənir. Haqlı fikirdir əslində, insan yaşaya-yaşaya öyrənir, amma biz deyirik ki, bir dəstəkləyici də olmaq olar, yəni insanın gözləmək ki, insan yaşaya-yaşaya, başı daşdan daşa dəyə-dəyə öyrənsin. Bunu biraz öyrənməyi, biraz sürətləndirmək mümkündür deyə düşünürəm. Çünki insan öz həyatında bunu görür də, məsələn, tutalım biz kitablardan öyrənirik, biz ustadlardan öyrənirik, biz müəllimlərdən öyrənirik, biz dostlardan öyrənirik. Deməli, əgər onlar bizim qarşımıza daha tez çıxsaydılar, o söhbətlər, o kitablar, onda da öyrənə bilərdik. Yəni, yaşamaq bir sənətdir. Bu, gözəl xəbərdir. O deməkdir ki, ümid var. O deməkdir ki, onu öyrənmək olar, yaşamağı. Yəni, var desən ki, ümumiyyətlə, bu belədir. Mümkün də deyil, başqa yol yoxdur, həyat budur. Bir də deyirsən ki, yox, yol var, keyfiyyətli yaşamaq mümkündür hər şeyə rəğmən. Hər şeyə rəğmən. Burada kilit söz də hər şeyə rəğməndir. Məsələn, bizim çıxışlarımızda hər şeyə rəğmən sözünə çox təkid edirəm. Çünki mən o qənaətdə deyiləm ki, həyatda hər şey gözəldir. Yəni, yaşıl eynək taxmışıq və heç bir problem yoxdur, həyat əladır, güllük, gülistanlıqdır filan. O belə deyil. Həyatda çətinliklər var, sıxıntılar var. Bizdə də olmasa başqa yerlərdə var, dünyada var. Çox belə mürəkkəb vəziyyətdir. Amma buna rəğmən, bütün bunlara rəğmən yaşamaq olar, keyfiyyətli yaşamaq olar. Buna rəğmən xoşbəxt olmaq olar, buna rəğmən aram yaşamaq olar. Və bu artıq bir sənətdir. Buna rəğmən yaşamaq sənət. O adamlar ki, bu sənətdən, bu kimi şeylərdən bir xəbərdirlər. Onlar axına düşürlər və o dünyanın gətirdiyi bataqlığın içində bədbəxt olub çıxıb gedirlər. Amma o insanlar ki, bu sənəti bacarırlar, belə məşhur bir fikir var, gözəl mütəfəkkirlərdən birinin sözüdür, çox xoşum gəlir. Deyir ki, hamımız bataqlığın içindəyik, amma bəzilərimiz ulduzlara baxır. Ancaq bəzilərimiz. Yəni, yaşamaq sənəti budur. Yaşamaq sənəti bataqlığın içində ulduzlara baxmağı öyrənməkdir. Məsələ budur. Və düşünürəm ki, bu öyrədilə bilən bir şeydir. Necə ki, insan özü də bunu öyrənir. Ustadlardan öyrənir, kitablardan öyrənir, dostlardan öyrənir, həyatdan öyrənir və s. Düşünürəm ki, bu öyrənməsi mümkün olan bir şeydir və lazımdır. İnsanlar öyrənməlidirlər. Və belə bir sanki insanın missiyası var. İnsan öyrətməlidir. Yaşamağın yolunu tapan insanlar onu həm də təqdim etməlidirlər ki, bax, bu yollar var yaşamaq üçün. Sizdən soruşsam ki, üzmək gözəldir, məsələn. 2 nəfər bu suala cavab verə bilər, ikisi də haqlı ola bilər. Kimsə deyər ki, əla şey, möhtəşəmdir özümü. Kimsə deyə bilər ki, bıraq başında, nə deyir o falan. Niyə görə bu biri belə, biri belə cavab verir? Birinci, sadəcə ona görə belə cavab verir ki, üzməyi bacarır. Üzməyi bacaran üçün həqiqətən böyük bir zövqdür də. Bilmirəm, siz üzməyi bacarsınız ya yox. Məsələn, mənim üçün çox böyük bir zövqdür. Bu, sürücülüklə də bağlı belədir. Kimsə onu bacarmırsa və yaxud təzə-təzə öyrənməyə başlayırsa, o stres, o narahatlıq maşın sürəndə. Amma o adam ki, bunu artıq gözəl bacarır maşını idarə etməyə, onun üçün böyük bir zövqdür, böyük bir maraqdır. Sən ondan soruşsan ki, sürücülük necədir, maşını sürmək, o gözləri parıldayacaq ki, nə gözəl şeydir. Keçən səfər bir filmdə görürəm, hətta silahla bağlı. Vaxtıyla döyüşçüsü olub, uzun illərdir uzaq düşüb,
hansısa dostun əlində o silahın açılıb bağlananda verdiyi xüsusi səs var, onu eşidir və qəribə darıxır, deyir ki, necə darıxmışam mən bunun üçün. Yəni, bu belədir. Yaşamaq gözəldir, əgər sən onu bacarmırsansa, yox. Əgər yollarını bilmirsənsə, qaydalarını bilmirsənsə, yox. Döyüşmək sənət. Adil məsələ, şərqdə çoxdur da, döyüşmək sənətləri çoxdur. Kung Fu, Shaolin, Karate, nə bilim, Aikido və s. bunların hamısı. Bunlar gözəldir, deyil. Bacarmayan üçün gəlir, baxırdır, bu nədir, bunlar nə edirlər, amma bunu gözəl bacaran üçün həqiqətən də gözəldir. Yəni, o nöqteyi nəzərdən yaşamaq gözəl bir şey ola bilər. Biz əgər onun yaşamağın yollarını bilsək, yollarını öyrənsək. Yəni, bu təlimlər, bu yöndə olan mühazirələr, çıxışlar, söhbətlər həqiqətən də çox vacibdir, çox lazımdır və insanların həyatına toxuna bilir. Biz zaman-zaman görürük və siz də görürsünüz. Məsələn, təlimlərdə, mühazirələrdə insanlar yaxınlaşırlar ki, filan söhbət, filan kitab mənim həyatıma belə təsir edir, mən belə oldum, belə yaşamağa başladım. Və bu örnəklər də göstərir bizə ki, bu öyrədiləsi bir şeydir. Yəni, biz gözləyə bilmərik, deyə bilmərik ki, buraxaq həyatın axırına, həyatın ixtiyarına və insan özü hardasa nəyisə öyrənəcək. O belə deyil deyə düşünürəm. Bir çox şeylər belədir. Çox əslində aksiyon mövzudur əslində. Niyəsə bizə qəribə gəlir ki, necə yəni yaşamağı da öyrənmək lazımdır, yaşamaqdır da. Deyirəm, əgər adi bir gitaranı sən ifa etmək üçün öyrənməlisənsə, müəllim yanına getməlisənsə, nə olsun ki, sənin evində 50 cür gitara var. Elə adam var da, elə kolleksiya toplayır gitaralar, amma o demək deyil ki, onu ifa etməyi bacarır. Əgər o getməyibsə, dərsini almayıbsa, öyrənməyibsə, o resurslar deyək də, insanın həyatında kifayət qədər resurs var, amma bədbəxtdir yenə. Elə bir ki, evində 50 dənə gitara var, amma sən onları ifa eləyə bilmirsən. Belə bir şeydir, yəni insanlara toxunmaq, yaşamaq sənəti. İnsanlara toxunmaq. Həyat böyük ölçüdə ibarətdir insanlardan. Məşhur fikir vardır ki, insanlar musiqi aləti kimidir. Gitaradan söz düşmüşkən. İnsanlar musiqi aləti kimidir. Onların necə səs çıxarması toxunuşdan və toxunandan asılıdır. Burada musiqi alətinin günahı yoxdur, əsasən. Əgər kökdən düşməyibsə, filan, elə olur ki, musiqi aləti kökdən düşübsə, Beethoven gəlsin, toxunsun, o toxunmaqla deyib, kökdən düşüb artıq. Amma əsasən belədir, toxunuşdan asılıdır. Görsən ki, eyni rayalda görsən, mən başlasam, ona toxunmuşsan, filan, qonşu gələcək ki, başımız ağrıdı da, bu nə edirsənsə. Amma bir peşəkar barmaqlar, doğru toxunuşlarla elə bir əsər yaradır ki, milyonlarla qiymətə satışı olur onun məsələn. Yaşamaq belə bir şeydir əslində. Sadəcə onu bacarmaq lazımdır. Biz həm də bunu hardan bilirik? Biz böyük şəxsiyyətlərin həyatına baxırıq, peyğəmbərlərin, imamların, övliyaların və s. Baxırıq, gör ki, bunların resurs baxımından bizdən elə də qabaqda olmayıblar, hətta geridə olublar. Elə bizdə resurslar var ki, indi heç onlarda olmayıb. Amma onlar xoşbəxt olublar, onlar yaşayıblar, onlar keyfiyyətli yaşayıblar. Deməli, xoşbəxt olmaq üçün material kifayət qədər var. Çatmayan ustalıqdır. O sənəti bacarmaqdır. Məsələ budur. Belə bir, ona görə düşündük ki, belə bir layihə olsun, yaşamaq sənətindən layihəsi çərçivəsində müxtəlif mövzulardan danışmaq mümkündür. İnsanlar arası münasibət, dediyim kimi, yəni bizim böyük ölçüdə insan həm konfliktdə, yəni insanla konfliktdə, toqquşmada, konfliktdə həm özünü tanıyır, həm böyüyür, həm məhv ola bilər. Əgər yollarını bilməsə, konfliktdə məhv ola bilər. Ona görə bu konfliktdə, bu kontaktda, bu toqquşmada, insanlar arası münasibətdə necə etməli ki, bu konflikt, bu toqquşma səni böyütsün? Bu tamamilə yaşamaq sənəti mövzusudur. Və s. bu mövzular haqqında danışmaq olar. Təşəkkür edirəm İlqar bəy. Belə aydın izah üçün. Həqiqətən çox aydınlanma oldu hər birimizə. Bu yaxınlarda sizin belə bir mühazirəniz olmuşdu ali insan mövzusunda. Əgər yaşamaq sənəti kontekstindən baxsaq, ali insanı necə əlaqələndirə bilərik bu kontekstlə? Çox yerində sualdır həqiqətən də. Ali insan mövzusu birbaşa yaşamaq sənəti mövzusudur. Elə mən də insanlardan danışdıq. Yaşamağın yollarından biri, bəlkə də yeganə yol ali insan olmaqdır. Siseronun məşhur bir kitabı var.
xırda bir kitabçadır. Adı çox maraqlıdır. Deyir ki, ərdəm olmadan xoşbəxt olmaq olmaz. Mən mühazirəmin birində bu haqda danışmışdım. Ərdəm, yəni böyük, yəni nəcib insan olmadan, ali insan olmadan, genişlənmədən, böyümədən insan xoşbəxt ola bilməz. Biz çox haşiyədən başlamışıq. Biz işin tərsə başlamışıq. Biz israrla xoşbəxt olmaq istəyirik və ola bilmirik. Bir gün oluruq, sabah belə, bir gün oluruq. Niyə? Çünki biz ərdəm olmamışıq. Biz ərdəm olsaq, ərdəm geniş, böyük, dərin. Onda bizi insan niyə məsələn bədbəxt olur? İnsan nə bədbəxt edir? Münasibətlər, problemlər, sıxıntılar, narahatlıqlar xırdasan deyə bütün bu narahatlıqlar səni narahat edir. Deyir ki, sən özünü böyütmüş olsan, deməli bunlar səni narahat edə bilməyəcək və ona görə insanın təbii halı xoşbəxtlikdir. Dünənləri müəllim qəşəng çıxış elədi. Orada maraqlı nüanslar var idi, Müşfiq müəllimin. Maraqlı nüanslardan biri də bu idi ki, deyir ki, qədim şərqdə həmişə biliblər ki, bədbəxtlik kirdir. Sən onu yuyursan, təmizləyirsən, altında xoşbəxtlik çıxır. Yəni xoşbəxtliyi sən yaratmırsan, xoşbəxtliyi sən hardansa tapmırsan falan. O var, mövcuddur, sadəcə üstünü his basıb, kir basıb və sən onu təmizləyirsən və o xoşbəxtlik çıxır üzə. Və bu da belə bir şeydir əslində. Bu narahatlıqların öhdəsindən gəlirsən, bunlar səni artıq narahat eləməyəndə sən başlayırsan xoşbəxt olmağa. İnsanın ən təbii halıdır xoşbəxtlik. Necə ki, biz uşaqlığımıza dönsək bunu görürük və s. və s. Çox təşəkkür edirik İlqar bəy maraqlı fikirləriniz üçün. Ümid edirəm ki, növbəti podkastlarda bu mövzunun digər aspektlərinə toxunacaqsınız. Mən təşəkkür edirəm. Həqiqətən mənim üçün də maraqlıdır mövzu. Yəni özüm həyəcanla danışdığım mövzudur, danışmaq istədiyim mövzudur. Və dəyərli izləyicilərdən də xahişimiz olacaq ki, təkid edirlər dostlar. Mən heç belə müraciətlərim olmayıb, amma deyirlər ki, olmalıdır. Nə bilim, abunə olsunlar, ondan sonra paylaşsınlar. Əgər daha çox insana çatmaq istəyiriksə, məqsəd, yeganə hədəfimiz budur zaten. Daha çox insana çatsın bu söhbətləri istəyiriksə, mütləq abunə olun, bəyənin, paylaşın bu fikirləri, bu podkastları ki, qarşıda daha maraqlı söhbətlərlə, daha həyatımıza toxunacaq, daha keyfiyyətli söhbətlərlə xidmətinizdə olaq. Və eyni zamanda da bu mövzularla bağlı hansı mövzuların müzakirə olunmasını istəyərdiniz bu layihədə? Şərh bölməsində suallarınızı, fikirlərinizi yaza bilərsiniz. Onların içində ən maraqlı mövzulara və bacardığım, gücüm çatdığım, bildiyim mövzulara mütləq növbəti çıxışlarda toxunacağıq. Təşəkkür edirəm. Çox sağ olun.